Ay müəllim, bu imtahan həyəcanı məni öldürür. Aşiq olan adamlar kimi gözümü yumuram, gəlir dayanır gözümün qabağında. Pis-pis gülməyin orada, qımışırsınız. Hə, videomuzun mövzusu budur. E, Səhifəmizi izləyin, üstəgəl şəhsinə toxunun, bismillah getdik. Uşaqlar, imtahan həyəcanının olmağı təbiidir. İmtahan qabağı da həyəcan olmağı təbiidir. Niyə? Çünki həyəcan olmasa, sən rahatlığa düşərsən və nə qədər də rahat olsan, sonra bir o qədər, axırda bir o qədər narahat olacaqsan. Ona görə sənin həyəcanda olmağın, stresli, gərgin olmağın təbiidir. İmtahan adı ab-havas gələndə mənim dizlərim əsir. Bu təbiidir. Bunu olmamağı anormal. Nəsə problem var. Niyə yoxdur? Yəni bu həyəcan olmalıdır axı səndə. Və onu bil ki, imtahan başlayan kimi, birinci sualı işləyən kimi kitabçanı, axı beyin artıq ona köklənir. Beyin unudur. İndi isə ortada bir şey yoxdur, beyin düşünür. Axı mücərrəd bir şeydir. Düşünür ki, görəsən necə, o qədər görəsənlər var, ehtimallar çoxdur. Orada isə artıq ehtimal yoxdur. Budur. Yəni düşdüyün vəziyyət budur da. Yəni nə edirsən elə budur. Bilirsiniz, bir şey baş verəndə, yəni onun gəlməsi xəbər daha dəhşətlidir. Yaşayanda o qədər də belə dəhşətli olmadığını hiss edirəm. Məsələn, bizə desələr ki, pandemiya olacaq, deməli 2 il çölə çıxmayacaqsınız. Bizə 2018-də filan biz dəli olardıq ki, elə şey olar. Bu dəhşətli bir şey kimi gələrdi bizə, amma yaşayanda gördük ki, bunu yaşamaq və ya bütün digər Allah uzaqsın müsibətlər də onun kimidir. Yaşayanda görürsən ki, yaşamaq olur, dözmək olur, amma qabaqsan bu deyiləndə bizə gərgin gəlir. Həyatın hər tərəfində belə olduğu kimi imtahan da bu cürdür. Əmin olun ki, imtahan başlayan kimi stres filan keçib gedəcək, amma indidən nə etməlisən bu neçə günü? Çalış ki, boşluq buraxmayasan. Yəni mütləq özünü testlə, kitabla, nə ilənsə məşğul eləyəsən. Boş dayandıqca, təbii ki, o çox narahat olan adamlara aiddir. Boş dayandıqca bu həyəcan, yəni boşluqda, yəni boşluqda qaldığın üçün səni o həyəcan, o mənfi, neqativ hisslər gəlib tapacaq. Amma sən nə ilənsə məşğul olduqca artıq o səhvləri etməyəcəksən, o hisslərə də qapılmayacaqsan. Ona görə uşaqlar, narahat olmayın, təbiidir, hamıda var, müəllimlərdə belə var, valideynlərdə belə var. Valideynlərə məsləhətim odur ki, bu gərginliyinizi, neqativ hissləri şagirdlərə yükləməyin, onlara çox deməyin. Dəyimin, bəli, məsləhət verin, nəzərdən burax, bu ayrı şeydir, amma öz həyəcanınızı biraz boğmağa çalışın. Hər birinizə uğurlar arzulayırıq. İnşallah birinci cəhətə qəbul olarsınız. İkinci cəhətimizin imtahanına girmək istəyənlər üçün bizim sürət qruplarımız, bir aylıq intensiv qruplarımız fəaliyyət göstərəcək. Bütün fənlərinizi qoşulmaq istəyənlər 055 597 01 51-ə yazıb bizlə uğur qazana bilərlər. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.